deyim ay Vəsilə, çox ürəyim ağrıyır sənə də valla. Allah köməyin olsun. Allah Allah heç dərdi kəsin qaladan balasını çaşdırmasın. Allah heç kəsin balasını tək qoyur. Bu kimdir görüm? Sağ olun. Kim idi? Yüzxal göndərir. Kim idi bu xanım? Kim idi bizə hədiyyə göndərən? Sənbər xanımla barışdınız Esma xanım. Xeyr. Niyə dalaşdınız? Mən TikTokda gördüm. Ay bacı heç nə deməli mən buna indi yox ha, indi yox. O keçən illərin o hadisələrin çox belə qızğın vaxtları var. Dəniz şeyi gətir, bu dilini itirir, bunu keçirim. Zaryadqam qutarır. O vaxtında o ki bu ananın üstünə gəlirdi, pis sözlər, zətdə görürsünüz də nələr olurdu, nələr. Onda dedim ki, bax bayaqki kimi deyirəm. Mən məni sevən evladı severəm, mənə hörmət qoyan evladı severəm, məni milyonların içərisində pis söz deyən, nə bilim, mən sevmərəm axı. Dedim ki, sən bazlıqon qadınsan, sən sözünü deyən bir adamsan, sən kimlə sözünü səhv salma. Səni biz tanıyırıq ki, sən sözünün ağasısan. Ay sağ ol, qulaq asda. Mən də dedim, ay Vəsilə, dedim ki, boş ver, valla uzaq dur bundan, getdikcə səni batırır, ay arvad dedim. Şeyləmə, başa düşdün, boş ver bunu sil, hissənirdim. Ceyrana da mən çox demişəm, sil onu, o pis hərəkətləri görürdüm də, başa qəbul eləmirdim də, bir anaya qəbul eləmirəm elə sözləri, elə hərəkətləri. Əslində mən pis mənada deməmişəm. O günlərimdə mən Pərvin dalda oturmuşdum, mən arxada oturmuşdum, Pərvin mənim yanımda. Şamil, çox sağ ol, atam. O dedim ki, şeydir, necəsiz, nə var, o da məndən, mən düşmən deyiləm, Allahın salamını veririk bir-birimizə. Necəsən qızım, dedi, yaxşıyam, belə danışdı, dedim, maman necədir, dedi, o da belə də yaxşıdır, şükür Allaha. Oradan başladı, qabaqdan ki, rejissorlar gəlib bura, mən də təzə gəlmişdim də ora. Rejissorlar gəlib, əli ilə, qolu ilə, mənim oğlum narkoman deyil, mənim oğlum belə deyil, elə deyil, mənim oğlum geri gələndə oğlandır, qız deyil ki, onun adına söz çıxsın, zat belə sözlər dedi, mən də hissəndim, bilirsən, orada olmur, demək olmur, başa düşürsünüz, imkan vermirlər ki də, adam sözünü etsin, məsələn, yol gəlir, məsələn, qutardı veriliş, maşına otururuq, mən, o qadın adını çəkmə, o, bir də orada sürücü olur. Düzdür, 3 nəfər oluruq. Məni görən kimi başlanır. Bax, məni görən kimi başlanır. Rayonlular belə Bakını zəlil elədilər, Bakını xarab elədilər. Bax, neçə dəfə, ay tövbə. Mən o günən verilişdə deyəndə müəllim qoymadı deyim də, əslində olmaz. Bu vətən hamımızındır. Bu torpaq hamımızındır. Baş əymişəm, vətənimə, torpağıma baş əyənlərdənəm və dövlətimin heç bir qanununu mən tapdalayan, pozan adam deyiləm bu yaşıma çatıb. Başa düşürsünüz? Bu yaşıma çatıb pozmamışam. Səcdə eləyirəm. Vətənimə, dövlətimə xidmət eləyənlərin qarşısında baş əyirəm mən. Mən heç bir vaxt, mən elindir, o başı, bu başı olmaz. Nə olsun Zakataladan gəlmişəm. Mənim haram əkikdir. Uşaqlarımın atası Bakılıdır. Düzdür? Bakılıdır, Kürdəxanlıdır. Bunu milyon dəfə demişik. Düzdür, bir dəqiqə udilnitini gətirim dostlar. Mən ona görə əsəblərə üzverim. Sən dəqiqə bir narkoman sözünü niyə deyirsən? Kimə deyirsən bunu? Boy, bildim o nə deyir, hə. Bilirsiniz, mən danışmağa qoymurlar da, bu da o deyil, nigarla gələndə o nigar var idi. Aybaca hadisələri bilmir, heç bizi tanımır, gəlmişik, başlamışdı. Ay ekspertlər, bir təzə gəlmişsiniz də siz ora, bir tanış olun. Ya gedin məsələn soruşun ki, bəli, bugün verilişdə, sabah birinci gün verilişdə kim var? Esmira xanım var, Əhməd var, Məmməd var. Bunların həyatları ilə, bura gəlişləri ilə tanış olun, ondan sonra danışın da, düzdür ya yox. Hə, bildim. Tanış olun, ondan sonra danışın. Heç nə bir-birinə baxsın. Mən də ona görə ondan şeylədim də, başa düşdüm. Yoxsa mənim ondan heç bir konfliktim, heç bir şeyim olmayıbdır, başa düşdünüz. Məsələn, mən şəxsən qəbul eləmərəm. Vəssalam. Mən Nərgizi dünən orada da dedim. Uşaqlarıma acıqlamışam da, yeri gələndə vurmuşam da, amma mənim üstümə söz qaytarar, içmiş eləyərlər, məsələn, söz deyərlər, amma
o dərəcədə məni rüsvay cahan eləyən uşaqları evlatlıqdan silərəm mən. Mən oturmaram. Bəli, sən Gülə-gülə oturmaram. sən Heç vaxt sən oturmaram. eləyərsən. Heç bir vaxt. Mənim Bəli. dediyim oldu. Yoxsa ki mən indi mənə yazırlar ki qızın yanında niyə oturmuşdun o gün? Ağbaşovda diyorum. Ay bacı Vəsilə biz ora gedəndə bizi kim oturtdurur da? Düzü rejissor gəlir, yerləşdirir hamını, düzdür? Hə, rejissor. Mən nə ixtiyarım var? Deyim ki mən onun yanında oturmuram, bunun yanında oturmuram. Onlar İxtiyarı yoxdur. Onlar özləri oturur. özləri otuzdururlar. Orada sərişləri işçilər var orada. İllərin işçiləri var orada. Başa düşdün? Düzdür. Orada illərlə çalışanlar var. Mən kiməm ki deyim ki mən orada oturmuram, burada otururam. Hə? Yox, Deyirlər, yaxşı yol, çıx get. bilmirsən. Bəli, deyə İskəndərova bilmirsən. salam. Çox sağ ol İskəndərova, gəlmisiniz. Hə, bilirsiniz qoyunu qırxır. Bəzi insanlar Çox sağ ol, qoyunu bəli. qırxırlar, bilirlər ki qoyunu bəli. Yaz gələndə mi, yayda mı, qışdan bilmirəm, nə vaxtsa qırxırlar. Amma qoyunu harasından qırxırlar? Bax onu bilmirlər. Mən nə deyirəm, bunlar nə deyirlər? Gəliblər. Filan kəsə demək, filan kəsə demək. Sən filan kəsin tərəfində, bəli, yenə də deyirəm. Sözümün də arxasındayam. Hər nə qədər o qız günahkardırsa, onun 5 misli qədər günahkardır. Oğlan günahkardır. Niyə? Niyə desəz? Mənim Azərbaycan kişimi mən bilirəm. Azərbaycan kişisi qadınını qısqanar. 5 dəqiqə evə gec gələndə 50 dəfə xəbər alar ki, sən hardasan. Mən kişi kimi kişilər görmüşəm. Kişi kimi kişilər görmüşəm. Ərənlərdir Azərbaycan kişiləri, ərən kişilər görmüşəm. Yazıq sənin devrinin kişilərə yaxdır. Mən qadınam, mən elə qadınam, mən qadınam. Mən uşaqların 5 dəqiqə evə gec gələndə dünyanı dağıdıram, 50 dəfə zəng eləyirəm. Hardasan? Hardasan? Görmüşəm. Görmüsən də, sən görmüsən. Bəli, görmüşəm, bəli. Səhərə qədər yatmazsan. Yatmar amma, nə danışırsan mən? Baxın, məsələn, elə şey olmayıb səhərə qədər də gəlməsinlər, amma məsələn, gecə smeni olanda... O məsələ qalanda işləyirdilər, gecə bəli, gecə smeni. İndi qulaq at, məsələn, mən soruşan anayam, məsələn, görüm ki, maaş vaxtı deyil. Axı, məsələn, soruşaram bunu. Nərgiz, Nigar, yol pulunu siz məndən istədiniz, getdiniz də, məsəl üçün, gələndə bunu alıb gəlmişsiniz. Bacı, bu pul sizə hardan oldu ki, bunu aldınız, gəldiniz, düzdür? Ay bacı, soruşmaram, amma məni öldürün də, deyin ki, ay izləyicilər, yalan deyirəm, düz deyirəm, deyərəm ki, bu səndə pul yox idi. Sən bunu hardan aldın, gətirdin, gedəndə yol pulunu məndən almışsan. Bu sənə, bu pul hardan oldu ki, sənə getdin, bunu aldın, gəldin. Bəli, düzdür. Nəysə. Düz deyirsən. Nəysə, dostlar, nəysə. Yəni ki, mənlik deyil, özləri bilərlər, nəyimə lazım, o sözün qabağında mən ona söz demişəm, başa düşürsünüz, yoxsa bəli. Mən hər zaman anaların yanında olmuşam. Arzu bizim Arzu var. Çox sağ ol. Arzu da, bax, Arzuya da açıqlamışam, məsəl üçün yeri gələndə. Cəmilə, sağ ol, Cəmilə. Arzuya da açıqlamışam yeri gələndə. Hamı mənim üstümə gəlir ki, niyə Arzuya öğüt nəsiyyət vermirsən, Esmira xala? Elə mən Arzuya bu, indi heç nə demirəm. Amma üz-gözümü turşuduram, qaş-qabağımı, mısmırığımı sallamağımdan Arzu bilir ki, Esmira xala nə demək istəyir. Niyə mısmırığını sallayır? Esmira xala, mən xəstə oldum, gəldi hamıdan qabaq yanıma. İndi niyə məni danışdırmır Esmira xala? Arzu yaxşı başa düşür. Nə bilim, axır ki. Sən düzü deyirsən, doğru deyirsən. Səhv deyirəm, məni sən orada 4 ay, 5 ay biz bir yerdə qalmışıq. Hansı pis hərəkətimizi gördünüz, uşaqlarım, mənim? Görmədim, yox. Hansı sözümüzü dedik ki, Esmira xala düz danışmadı, Esmira xala oteldən başqa haranı biz gördük? Sizdən sənin bir dənə nəyini gördüm? Qəşək kənd arvadları kimi döşdüyü taxtdan xəngəli pişidin. Nə bilim, ancaq pişidin düşüdüm. Ancaq sən pişirməklə məşğul olurdun. Başqa heç nə, yalan durum cəmaatına şərriyim. Nəysə, gözəl yeməklər pişirirsən. 68 minlik, bu tıklama yaman zəif gedir. Niyə belə zəifdir, ay dostlar, tıklama? Nə bilim, ay bəsə. Çox sağ ol. Mən bir dənə bilirəm ki, Gülay, xoş gəldin. İçimdə qoy qalsın.
Çaş ki bu nəyisələr olmuyor realda. Aqil haralardadır? Aqil niyə yoxdur? Ay Esmira xanım. Aqil yazıq işləyir. Usta ilə işləyir, fəhləlik eləyir. Tikintidə işləyir, başa düşdün? Bayaq gəldi, salam verib gedir. Deyir Esmira xanım, çox yoruluram mən. Fəhləlik eləyir də, fəhləlik asan iş deyil axı. Ona görə yorğun arğın gəlir, ondan sonra da bizim uşaqları səhər işə gedib, axşam gələndə belə olur, Nərgiz heç danışa bilmir. Ay Esmira xanım, onu qoyun malın kim saxlayır? Hə? Qoyunun malın kim saxlayır? Özü. Qoynunu Allah saxlayır, kömək malını, heyvanını saxlayır. Çox təsərrüfatçıdır. Mən ona görə çox istəyirəm. İşgüzardır, təmizkardır, aqil. Mən ona görə onu çox istəyirəm. Mərkətli olan, hə. Həqiqət, düzdür. Hamının çatışmayan işləri var, amma aqili nəyə görə çox istəyirəm? Bax, qoca xəstə atasına baxır. Atasına baxır, yaşlı atasına baxır bu adam. Düzdür. Nə bilim, yəni ki, Allah kömək olsun hər kəsə. Allah balalarımızla bizləri imtihan eləməsin, ya Rəbbim. Olanlarımıza şükür eləyək, şükür eləməyə bacaraq. Allaha olan şükranlarımızı heç vaxt, heç bir zaman unutmayaq dostlar. Mən nə olur olsun, başıma nələr gəlir, gəlsin, şükür eləməyə bacaran birisiyəm. Vallahi. Utanmam, nə deyə bilməm, nə bilim. Nihat bəyənmək üçün çox sağ ol. Deyirsiniz, deyirsiniz. 9 dənə vinimiz var, getməsin. Tıklayın dostlar. Samir, tıkla Samir. Esmira xanım, yaxşı da deyir, Samir tıkla, Samir. Deyir ki, oradaki ekspert deyir ki, Esmira xanım ədasından, mən orada əda, ay bacı, mənim naturam budur. Yaxşı dedim, anam mənə belə doğubdu. Xeyr, əcəb eləyirsən, sənə mən belə doğubdu. Məndə yenə naz qəmcə var, səndə var o naz qəmcə yoxdur. Niyə deyirsən, məni anam belə doğub, məni doğub anam belə. Ay Esmira xanım, siz o formu səsə sahibsiniz, yaxşı eləyirsiniz. Allah mən sizin səsinizdən ötürü ölürəm. Yaxşı eləyirsiniz. İstəmirəm, Esmira xanımın binləri gedər. Ona görə demirəm, uşaqlar tıklayın. Tıklayın, tıklayın. Gedəndə də geçsin, nağır qaybala. Yox, getməsin. Gedəndə də geçsin. Qızlar, ekran tıklayaq, qızlar. Fatimə, 71-25. Ay Fatimə, səni çağır. Fatimə, gəldin, gördüm. Bax, girirlər içəri bir-bir. Tıklaya girək. Bəzən deyirəm, nə hayasızdır bu eşxala, bu. Allah üzrü bildirsin. Nə hayasızdır bu eşxala, bu. Yeni gələnlər, xoş gəldiniz. Yeni gələnlər. Deyirəm, bu işlərin axırı nə olacaq, ay dostlar? Qiyamət gəlir, nə olacaq, ay Esmira xanım? Bacaran bacaranı atır. Valla qiyamət gəlir. Atmasın, ne tutsun? Bacaran bacaranı tutsun. Ən gözəl belə sayğılı ailələr bir-birlərini atırlar, dağılırlar, ay Esmira xanım. Baxıram yazılara, dostlar, xoş gəlmişsiniz. İskəndərova buradadır, görürəm, bəyənir. Günay xan, bir dəqiqə oxuyum, qoy bu yazıları da. Yemişsiniz, içmişsiniz dostlar, indi də tıklayın, deyir İskəndərova. Canı yanmasın sən. Deyir, yemişsiniz, içmişsiniz, indi də tıklayın. Sərvan deyir, amin. Xanım şeydədir, reabilitasiya mərkəzində dostlar, malicə alır orada. Yeraz canlıya girmir, kim canlıya girmir, Yeraz. Oxuyuram, bax Esmira xanım, aqil yoxdur, oxudum, cavab verdim, Arzu. Mən 3 aya o qızı yeridərəm. Bax, 3 ya 4 ay o qızı yeridərəm. Bu deyil Tutu xanımı. Tam vəziyyətdə o qızı yeridərəm. Heç vaxt o qız belə yedirməz. Sağ olun canım, təşəkkür edirəm, ürəyim. Bəziləri, Nigarla Nərgizi istəyirik, anasını, bunları böyüdən anasıdır da, bunlara bir mərfət qanacaq öyrədən bir anam olub mənim Cəmlə Məhməd, bir də mən olmuşam da. Ayrı kim var? Ataları yox, ata nənələri yanlarında yox, əmləri yanlarında olmayıb ki, deyim ki, o tərəfə çəksinlər. Düzdür.
Vallahi. Sen düz deyirsən xala. Səfər də filan Mənim üçün çox sağ ol. haqqınızda. Mənim haqqımda da mən bir Səfər sizin haqqınızda danışım. Mən ora 10 qulaq dəfə asdım. adama 10 dəfə tıklasanız, dalbada spam gəlir. Qoca qartal bizə şey atır. Bu necə qoşum mən? Esmər xanım, bax, ox işarəsinin böyründə var, ondan həbdə qoşdu. Qoşdum. Alo. Alo. Bəli. Salam Esmira xanım, necəsiz? Salam, necəsiz? Çox sevindim sizi görməyimə. Necəsiz? Sağ ol, Allah köməyiniz olsun. Nə var, nə yox? Sağ olun, şükür Allah. Siz necəsiz? Şükür, Allah köməyiniz olsun. Gəlmişsiniz Bakıya. Çoxdan gəlmişəm ay canım, çoxdan. Məktəblər başlayandan gəlmişdim, değil mi? Nədən məktəbə gedir axı? Yaxşı. Mən sizə baxdım, o verilişdə çox bir aqressiv olmuşdunuz. Aha. Hə. Onları yaxşı belə yerinə oturtdun, necə lazımdır, mənə xoşum gəldi. Xoşu gəlir. Sağ olun, sağ olun. Hə, valla, Allah hamd olsun. Mən sizi çox sevirəm, qızlarınızı da çox sevirəm. Çox sağ olun, təşəkkür edirəm. Qarşılıqlıdır, qardaş. Deyirəm, bir də mən sizə məsləhət görmüşdüm, o alaqanqal toxumunu aldınız ya yox? Onu mən yazdım da, alaqanqal yox, almamışım, nə yalan söyləyeyim. Hə, onu qaraciyərə görə mən sizə məsləhət gördüm, onu alın, istifadə edin, yaxşı şeydir ya. Alaqanqal, alaqanqal. Qoy yazın da. Çətənə. O bir qorğaya qatırır, onu qorğaya qatırır, qorğa pişirəndə qorğa, o çətənə, o Çətənə. çətənədir, yəni çətənə. Qorğa nədir qorğa? Qorğa qormurlar Novruz bayramında, qorğa. Qabırğa deyirik, nə bilirəm biz. Qabırğa da. Tərəfdə qorğa nədir görəsən? Hədə qorğa da, onu alarsan. Buğdanı qovurursan. Esmira xanım. Bəli. Gəlin şirin, onu alarsan, onu un kimi üydərsən, o alaqanqal toxumunu, o qaraciyərin birinci dərmanıdır. Baş üstə. Sabah həmən gedib alacam. Səhər tezdən durub gedib alacam alaqanqal. Hər gün orada. Onu yemək olmaz, zəhər kimidir o. Zəhər kimi deyil, bir çay qaşığı suya qarışır, iç. Səhər gün orta axşam. Sən gör qaraciyərin necə normaya düşəcək. Alaqanqal, alaqanqal. Alaqanqal toxumu. YouTube'a xanım, çox sağ olun, canım. girərsən, YouTube'a gir, yaz alaqanqal toxumunun fəaliyyəti. Orada görəcəksən nələr yazır orada. Yaxşı, baş üstə. Necəsiz, nə var, nə yox? Baş. Şükür Allaha belə də qardaşım elə yaşayırıq, otururuq, dururuq, nə bilim, gedirik, gəlirik. Siz gələsiniz verilişə. Bəli, sən birinci gün olacam sabah. Bəli. İnşallah, gəlin. O Sənubər xala ilə də görüşün, barışın, xahiş edirəm. O yaxşı xaladır. O mənim xətrimə dəyib, mən ona yox. Bilirəm, xətrinə dəyib. İndi siz ağı bilsək arvadsınız, o da ağı bilsəydi. O məndən ağ bir çəkdir, o məndən böyükdür. Başa düşürəm. Yəni mən deyirəm ki, mənim də 71 yaşım var, uşaq deyirəm mən. Allah saxlasın, Allah sağlam ömür yaşatsın ya Rəbbim sizləri. Mən sizinlə toyda oynamışam, mən bilmirəm yazıda qalmışam ya yox. Hüseynin toyunda bir yerdə olmuşuq, oynamışıq, demişik, gülmüşük. Nə bilim vallah. Nə biləsən, nə bil səndən çox bilir. Yəni ki, mən siz həmişə izləyirəm, Allah'ın olsun. Bax, sən bax Nigar balanda, Nərgiz balanda, Allah canını sağ eləsin. Sağ ol, Allah sağ ol. eləsin. O gün gəlmişdi, Nərgiz balada gəlmişdi. Orada gördüm, mən efirdə gördüm. Getdi, Sənubər ana ilə görüşdü, öpüşdü. Yəni siz də bir böylü eləyin, bir addım atın, görüşün, barışın. Ağı bir şey adamsınız. Valla mən, siz görüşsünüz, barışsa mənə də xoş olar. Nə deyim, başqa nə Aşkım, mənim üçün çox sağ ol.
Hə, Esmira xanım möhkəm fikrə getdi. Hə. Amma niyə? Nigar xanım həmişə videolar paylaşır, mən ona ürək göndərirəm həmişə Nigara. Nigara mı? Hə, başa düşdüm. Çox sağ olun, çox təşəkkür edirəm. Hə, o yaxşı bir dənə Hind mahnıları da oxuyur, mən üçün xahiş edirəm oxuyur Hind mahnıları. Nigar erkək söyündü, Nərgiz elə deyil. Nigar çox erkək söyündü. Hə, Görürəm Nigar, səni. Allah saxlasın hər ikisini, Allah dəniz balanda xoşbəxt eləsin. Sağ olun, sağ olun, Amin. çox sağ olun. Amin. Allah balalarınızı, nəvələrinizi, Həmişə cümləmizi. ailən var olasan. Allah can sağlığı versin, balaların xoşbəxt olsun. Sağ olun, Amin. çox təşəkkür edirəm. Sağ olun canım, çox sağ olun. Allah razı olsun valla. Verilişdə o kişi var, onu görmüsünüz. Neydi onun adı? Qoca kişi, Hə, valla onu mən baxdım, ürəyim ağrıdı, Allah'ın da olsun. Çox Onun sevimlidir. izahı ya, ikinci onu da göndərəcək desən qocalar evinə. hə. Allah o gündən saxlasın ya Rəbbim bizi. Ey əziz Allah. Allah bizə Allah qismanı heç kimə qismət eləməsin. eləməsin. Bəs. Amin. Amin. Özü də pisdir də, özündə də pis şeylər var. Özü uşaq kimidir, özü o günlərin mənə deyir ki, bir gözləmə otağına indi düşüb başa düşməyib deyir ha onu. İndi elə bilə deyir ki, onu ver də mənə. Deyirəm kimi verim? Nərgizi barmaqla göstərir, deyir onu mənə ver də. Başa düşsə deməz axı bunu, düzdür ya yox. Başa düşmür o, qanmır, başa düşmür. Qanmır demək biraz böyük. Qoca kişi də evlənmək deyir. Evlənmək istəyir. Kəbin deyir eləyəcəm. 750 manat maaş alıram. Nərgiz deyir, dayı get o yana, baba get o yana da oldu, yaxşı otur burada. Dünən idi də, ha, dünən sıra gün. Sıra gün. Gözləm otağım. Başa düşsə deməz də. Başa düşmək lazımdır onu da. Əlbəttə ki, ona gərək qayğı göstərəsən, sözünə söz eləməyəsən, bir eşidəni eşitməməzliyə qoyasan gərək, bir görəni görməməzliyə. Qocalara qayğı lazımdır. Bəs 90 yaş az yaş deyil. Yəni ki. 83 yaşı var. 83. Hə, onu da müəllim desən şeyə göndərəcək ora. Getmək istəmir çünki qocalar evinə. Orada bəlkə oradan gedər evinə, amma getmirəm bir də. Zalim müəllim nə qədər dedi, dalınca nəvəsi gəlmişdi. Get, getmədi. Gördünüz də siz özünüz, dedi, yox. Ha, baxıram, mən həmişə izləyirəm, o bizimlə sən versin, bir dənəsini mən buraxmıram, hamısını izləyirəm. Rəcəb kişi ilə dostdur. Deyir ki, mən Rəcəb kişi ilə bir yerdə olmaq istəyirəm də, bir yerdə bir şeydə. Rəcəb kişi ilə dostdur. İndi burada bir dənə məsələ var ki, bu Pərvinlə Əkbərin söhbəti görəsən axırı nə olacaq? Bilmirəm, qardaş, istəmirəm, bunların adını da çəkməyək, istəmirəm bunlardan da. Özləri bilərlər. Axırına baxarsınız, axırda gələrsiniz üstümə, o mən qınayan bəzi insanlar var, hamısı yox. Mənim ağlımda olan insanlar məni qınamırlar, bilirəm. Həmişə gəliblər, həmişə, qardaşım həmişə gəlirlər. Eşi xala, sən deyən oldu, eşi xala. Biz daha səni söyləyək. Qınaya bilməz, Esmirə xanım, sizi heç kim qınaya bilməz. Siz yeganə bir dənə insan orada, dürüst danışan insan sizsiniz. Dürüst danışan. Valla, mən sizi həmişə dəstəkləmişəm, dəstəkləyəcəm də. Sağ olun canım, çox sağ olun. Düz danışana da nə deyirlər? Düz danışana yer yoxdur valla bu dünyada. Düz danışanı 7 dənə köydən qovurlar. Hə, valla, düz danışana yer yoxdur. Valla. Mənim gözümün ikisi də birdən çıxsa, mən öləndə də sözün düzünü deyib ölərəm. İnanın dostlar, valla. Düzdür. Mən heç vaxt istəmirəm kimlərisə alladım, kimlərisə yalan deyim, kimlərisə yalan tərəfə dönərdim. O mənim fikrimdir. Bir vətəndaş kimi öz fikrimdir mənim məsələn. Nə deyirəmsə. Amma nə deyirəmsə də düz çıxır. Dəstəkləyəcəm də, Allah səni canını sağ eləsin. Çox sağ olun. Amin. Onların xoşbəxt olsun, dəniz balanda Allah talehin versin. Ya, çox sağ olun. Sizlərlə, nəvələrlə bir yerdə, cümləmizin, qardaş cümləmizin. Vallahi mən nə deyim, sənin o balaların var, Allah onları xoşbəxt eləsin, min budaq eləsin. Sağ olun, sağ olun. Amin, Allah amin. razı olsun. Sağ olun. Nicara bir dəfə mən Nigule yazdım, dedi ki, Nigule yazsam mən səni bloka atacam. Dedim, niyə?
Tanımır da. Onlar bilmir də siz kimsiz. Bilmir. Dedim evi yoktu, canın sağ olsun. Atarsan da. Hasansa bir gün bloktan çıkaram. Ha, mən deyərəm ona. Ha. Yazdım Nigule yazdım. Neçə koca kalsın. Ben Nigule yazsam sen blok atasam. Dedim Ha, canın değişik. sağ olsun. Atarsan da. Niye? Yəni siz onu pis başa düşməyin də. Əgər bilirsiniz də nəyə görə deyir. Başa düşürəm. Ben de onu çok Canım. seviyorum. Balam kimi. Ben 71 yaşım var. Ben 3 kızım var, bir oğlum var. Allah saxlasın canım, Allah saxlasın. Mən həmişə necə deyirlər, belə bir ailələrə baxanda Allah and olsun, fəxr edirəm ki, mənim belə bir balalarım var, belə bir evlatlarım var, mənim belə bir tanıdığım bir xanım var. Allah and olsun.